Tiflisdə ikinci səhərdən hər birinizi salamlayıram. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Videolarımı bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Çünki bu kanaldan sizə zərər gəlməz. Səhər açılan kimi ilk işimiz yemək yemək oldu. Yeməyimiz otelimizin qiymətinə daxildir. Səhər saat 08:30-dan 10:30-a qədər nahar fasiləsi davam edir. Səhər yeməyimizi yedikdən sonra təbii ki, şəhər gəzintisinə çıxacağıq. Lakin bundan əvvəl istəyirəm sizləri mətbəx zonası ilə tanış edim. Mətbəximiz otelin digər hissəsində 3-cü mərtəbədə yerləşir və mətbəx hissənin dizaynı mənim çox xoşuma gəlir. Ona görə istədim ki, bu günlər oranı sizlər üçün göstərim. Sərpmə kahvaltı deyirlər türklər, yəni elə bir səhər yeməyidir. Biz hərə özünə nə lazımdır onu götürdük və oturduq naharımızı etməyə. Mənzərəsi çox gözəldir, lakin çöldə stol qoymadıqları üçün məcburən burada əyləşib yeyəsi olduq. Yeməyimizi yedikdən sonra isə taksi sifariş verdik və şəhər mərkəzinə doğru yola düşdük. Buralarda daha çox taksidən istifadə edirik, çünki yollar çox enişli, yoxuşludur və insan tez yorulur. Ona görə də Boltdan taksimizi zakaz etdik və düzəldik yola. Onu deyim ki, Bolt Azərbaycandan çox burada bizim işimizə yaradı. Gəldik şəhərin mərkəzinə çatdıq və bu günləri biz kanata minəcəkdik. Lakin kanat işləmirdi, çünki hava soyuq imiş. Küləkli olanda kanat işləmirmiş. Nə kanat işləyirdi, nə gəmilər işləyirdi və burada bizi bir turist kimi qarşılayan dayımız oldu. Papuqa ilə şəkil çəkdirməyi təklif etdi bizə, ancaq biz istəmədik. İndi fikirləşirəm ki, gərək razılaşardım. Onun əvəzinə belə bir şəhər turuna çıxdıq və turun qiyməti 100 lari idi. Yəni bizim pulla 62 AZN. Bu qiymət 2 nəfər üçün keçərlidir və 40 dəqiqə ərzində sizi şəhərdə gəzdirir. Əsasən köhnə Tiflisi gəzdik və burada bizim üçün maraqlı olan bütün yerlər haqqında sürücümüz məlumat verdi. Sürücümüz Azərbaycanlı olduğu üçün işimiz çətin olmadı. Axır ki, öz dilimizdə danışa bilən birini tapdıq. Çox uzun müddətdir ki, burada yaşadığı üçün əslində o da Azərbaycan dilində tam danışa bilmirdi, Türk-Azərbaycan qarışıq danışırdı. Lakin arada gələcəm deməklə tutdum ki, bu elə bizim millətdəndir. Nəysə, başınızı çox ağrıtmayım, düşdük kanatla. Kanatda dedim, üzürlü sayın, bu maşınla yola. Hər tərəfdən açıq olduğu üçün əslində bizi biraz külək tutdu. Çünki bu soyuq havada hər tərəfə açıq olan maşına minib küləkli getmək özü böyük bir risk idi, ancaq biz bununla razılaşdıq. Əgər bir gün yolunuz Tiflisə düşsə, bu turdan istifadə edin, çünki tanımadığınız yerləri sizə göstərir. Əslində mən gəlməmişdən əvvəl bütün yerləri araşdırmışdım. Lakin nə qədər də araşdırsaq, bilmədiyimiz üçün biraz çətin olur. Ərazinin harada yerləşdiyini bilmək üçün gərək siz navigatordan istifadə edəsiniz. Bu isə insanı biraz incidir. Belə tur maşınlarına minəndə isə həmin ərazinin düz özünə aparırlar səni. Bizi də sağ olsun bu qardaş hər yeri demək olar gəzdirdi. Kür çayının üzərindən keçdik, getdik qədim Tiflisi gəzməyə. Gəlin biraz sizi gəzinti ilə baş-başa buraxım. Ancaq düşünürəm ki, nə qədər də baş-başa buraxsam, buradan bir şey anlamaq üçün gərək mən sizin üçün danışam. Bura qədim Tiflisdir və binaların ərazinin çox hissəsinə baxanda görürsünüz ki, köhnə bir görüntüsü var. Demək olar ki, köhnədən qalan heç nəyi sökməyiblər. Hər şey olduğu kimi qalıb. Sadəcə restavrasiya edib yenidən istifadəyə veriblər. Gürcü dilində yazılır hər yerdə məlumatda, çox nadir hallarda ingilis dilinə rastlamaq olur. Daha çox məşhur restoranların qarşısında ingilis dilində yazılar görə bilərsiniz. Buranı içəri şəhərə oxşatdım, çünki yollarının hamısının daşları elə içəri şəhərdəki kimi kələ-kötür daşlar idi. Və gəzəndə də, elə bu maşınla gedəndə də adamın içi laxlayırdı. Onu qeyd edeyim ki, şəhərin içi olsa da yollar elə də dar deyildi. Çünki buradan həm insan keçməyə yer qalmışdı, hətta qıraqda nə qədər maşınlar dayanmış. İçəri şəhərdə isə belə deyil. Gəzdiyimiz bütün küçələrdə demək olar ki, bizi kilsələr qarşılayır. Baxın, burada da sizə bir kilsəni göstərirəm. Kilsələrin hamısının adını bir-bir bilmədiyim üçün sadəcə sizə özlərini göstərəcəyim. Əgər mən bir də Gürcüstana gələsi olsam, arxain şəkildə tək başına gezə bilərəm. Tək dediyim, yəni tur rəhbəri olmadan, hər hansı bir tur maşınına minmədən. Təbii ki, yoldaşsız və yaxud da dost tanışsız gəlmək maraqsız olar. Və bizim günümüz davam edir. Belə bütün küçələri demək olar ki, gəzdik.
Mən yaşıllığı çox sevən biri olduğum üçün heç də sıxılmadım, mənim üçün maraqlı oldu. Bəs siz necə, yaşıllığı sevirsiniz, yoxsa hündür mərtəbəli binaları sevirsiniz? Bizim Gürcüstan səfərimiz 7 günlük olduğu üçün qəti şəkildə narahat deyiləm. Çünki bilirəm ki, zamanım hələ çoxdur, hələ buraları çox gezəcəm. Gəlişimiz Tiflis, gedişimiz isə Batumi olduğu üçün burada cəmi 3 gün vaxt keçirdəcəyik. 3 gün dediyimdə 3 gecədir, yəni 3 gecə 4 gün. Bu 3 gecəyə Tiflisi 3 dəfə başdan ayağa gəzmək olar. Çünki həqiqətən də Tiflis o qədər də böyük şəhər deyilmiş. Sanki Azərbaycanda Sumqayıtı gəzirsən. Sadəcə Sumqayıtın biraz daha turistik variantı kimi bir şey demək olar. Mən burada insanların üzlərində belə kəskin soğuqluq, soyuq ifadələr görmədim. Ancaq bura gəlməmişdən əvvəl çox araşdırmışdım və hamı deyirdi ki, insanlar soyuqqanlıdır, heç kimə salam vermir, üzlərinə belə baxmır. Lakin təsadüfən insanlarla rastlaşanda və yaxud da neysə soruşanda görürsən ki, normal aura ilə insanı qarşılayırlar. Sadəcə burada sevmədiyim bir-iki şeylərdən biri o oldu ki, burada hədsiz çox it var. Və buranın itləri bizim itlər kimi deyil. Yəni bizim itlər cılız, arıqdır, lakin buradakı itlər çox böyükdür. Bilmirəm nə ilə yeyib içirlər, nə ilə qidalanırlar, amma itlərindən bayağı bir qorxdum. Özü də yanlarından keçəndə başlarını ani qaldırırlar. Elə bilirsən ki, bu dəqiqə səni dişləyəcək. Gəzdikcə hər yerdə belə tur şirkətləri kimi maşınların üzərinə yapışdırmışdılar. İstədiyiniz hər hansı turdan istifadə edə bilərsiniz. Təbii ki, qiyməti biraz yuxarı olur. Məsələn, biz bu turu 62 manat ödəyib gəzə də bilərik və ya özümüz internetdə araşdıraraq da gəzə bilərdik. Biz keçən il İstanbulda olanda demək olar ki, hər yeri özümüz gəzdik və biraz çox əziyyət çəkmişdik. İstanbulda məscidlər çox idi, burada isə kilsələr. Açığı mən kilsələrin hamısının içərisinə daxil olmadım, çünki təxmin edirəm ki, hamısı eynidir və oralarda vaxt itirməyə dəyməz. Əgər sizə kilsələr maraqlıdırsa, burada kilsə çoxdur və mütləq hər birinə baxın. Özü balaca olsa da, belə maşınla az sürətlə gəzdiyimiz üçün bu yol mənə çox böyük gəlmişdi. Sonradan baxdıqda isə görürəm ki, sürətimiz az olduğu üçün sən demə ərazi böyük gəlibmiş. Eyni bu yolu bizim tur rəhbəri bizi qoyduqdan sonra təkrar biz qayıtdıq. Çünki bizə maraqlı idi ki, görək bu mağazalarda nələr satırlar. Və təbii ki, qayıdıb hər yeri bircə gəzdikdən sonra anladıq ki, 62 manatımızı havaya uçurtmuşuq. Çünki ərazi heç də o qədər böyük deyilmiş. Burada çoxlu hədiyyəlik mağazalar var, eyni zamanda geyim mağazaları və ərzaq mağazaları da var. Buranın bizimkilərdən fərqi ondadır ki, burada elə çox aptek yoxdur. Lakin Azərbaycanda addım başı demək olar ki, aptekdir. Bu gördüyümüz sarı pərdələri olan bina isə oteldir. Otellərin sayı həddindən çoxdur və deyərdim ki, bəzi otellər heç otel kimi deyil. Sadəcə kimsə özünə 3-4 mərtəbəli ev tikdirib, həmin evi indi otel kimi istifadə edir. Və qiyməti də yetəri qədər yüksəkdir. Yəni düşünməyin ki, az qiymətli otel tapmaq elə asandır. Təbii ki, Bookingdən sifariş etsəniz, bura Bookingin öz faizi də gəlmiş olur. Lakin bundan əlavə də onu deyim ki, otel qiymətləri lap elə də aşağı deyil. Əlbəttə ki, siz öz büdcənizə uyğun otel tapa bilərsiniz. Sadəcə biraz axtarmalı olacaqsınız. Və onu da deyim ki, burada gələndə də otel tapmaq mümkündür. Lakin orada seçim qarşısında qaldığınız üçün biraz sizə çətin olacaq. Çünki sayt üzərindən seçəndə hər birinin içərisini rahat görmüş olursunuz və seçə bilirsiniz. Lakin bura gələndə onların hamısını bir-bir gəzməlisiniz və bu isə həm vaxt itkisidir, həm də enerji itkisidir. Artıq gəldik, çıxdıq Azadlıq meydanına. O məşhur Azadlıq meydanında hal-hazırda təmir gedirdi. Hər tərəfini bağlamışdılar və içərisinə demək olar ki, girmək olmurdu. Lakin maşından qıraq hissəsindən fırlanmaq mümkün idi. Bu Azadlıq meydanının da kənarına fırlandıqdan sonra tur rəhbərimizlə deyəsən günümüz yekunlaşmış olurdu. Tura istədiyiniz qədər çay, kofe və şərab daxil idi. Təbii ki, biz şərab içmədiyimizə görə biz elə kofe ilə kifayətləndik. Bura isə orada yerləşən mollardan biridir. Lakin həyat yoldaşım sağ olsun imkan vermədi ki, həmin mollardan heç olmasa birinə girib gözümün qurdunu öldürüm. Deyir ki, bu boş işlərindən çox boş olanda məşğul olarsan. Lakin fikirləşmir ki, qadınlar üçün bu boş işlər həqiqətən də terapiya kimi bir şeydir. Biraz da irəliləyirik və burada bizi qarşılayan bina parlament binasıdır.
Burada belə tarixi binaların görünüşü elə tarixi kimi saxlanılır. Yəni bizim binalar kimi üzərini ağla ilə bəzəyib yeni bir bina tikməyiblər. Əslində bizim ölkədə gözəldir. Yəni yalandan da deyim ki, buranı bəyəndim, oranı bəyənmirəm demirəm. Sadəcə bizim ölkədə görüntüyə, şaxşaxaya o qədər üstünlük verirlər ki, sanki insanların öz yaşam tərzi bir növ başqalarına özlərini göstərmək üçündür. Mən isə nə yalan deyim, var dövlətə özünü göstərməyə çox meylli insan deyiləm. Əgər bugün varımdırsa, öz cibimə uyğun xərcləyirəm, yoxumdursa sakitcə oturmağı bacarıram. Daha borca girib istədiyim və istəmədiyim hər şeyi alıb evimin içini doldurmuram ki, lejbə mənim görüntüm istədiyim kimi olsun. Və qızlar, bu maşınla gəzintimiz çox uzun sürsə də istəyirəm ki, sizlərə də göstərəm. Onlayn şəkildə olsa da siz də buraları görün. İnşallah bir gün qismət olub da canlı gəlmiş olsanız, biləsiniz ki, bu tur sizi haralara apara bilər. Videonun bundan sonrasını isə sizlərin ixtiyarına buraxıram. Əgər sizlər üçün maraqlıdırsa, sona qədər izləyin və görün ki, tur ərzində biz nələr yaşadıq. Başımıza gələnlərdən sizə onu deyim ki, yolu keçərkən bir yekə itlə rastlaşdıq və qorxumuzdan az qalsın 3 qrup vurduq həmin evi. Az qalsın 3 dəfə fırlandıq həmin yolun başına ki, keçək o tərəfə. Və yoldaşım Boltun skuterini götürmüşdü, restorana gəldi, oturmaq istəyəndə skuteri orada yerləşdirə bilmədi, çünki dayanma durma yeri ora deyilmiş. Bir abarot da orada bizə yazdılar qəşəng. Sonra isə nahar deyəndə günortamızı etdik və qayıtdıq. Gün əlbəttə ki uzun keçdi. Oradan Bazari adlanan bir mola getdik. Oradan getdik başqa bir bina var idi ora, hansı ki o binada dövlət orqanı imiş. Və içərisinə daxil olduq. Video çəkdiyimiz üçün bizi az qala qovalayıb atdılar bayra ki, burada çəkiliş etmək olmaz. Hətta onu deyim ki, yoldaşım yanında olmasa oradakı qız az qalsın məni öldürəcəkdi. Bir əsəbi Amerikan polisi vidində idi, gəldi üstümə. Mən də məsumcasına dedim ki, vallahi heç zad eləmirəm, qadan alım, imkan ver çəkim. Nəysə çıxardıb atdılar bayra, biz də qorxumuzdan bir də o tərəfə baş çəkmədik, yolumuza davam etdik. Videonun geri qalan hissəsi üçün sizə xoş izləmələr, bəyənməyi və şərh yazmağı unutmayın. Sizlər üçün maraqlıdırsa, mütləq başqaları ilə də paylaşmağı unutmayın. Bu ise yeni Tiflis sayılır. Teşekkürler ablacığım. Yol benim için çıkar yoldan sonra değil. Azerbaycan'da da var öyle şeyler. Canım dışarı. Abi bunların turu nereden çıkıyor? Bu 2 mertebeli buslar. Biz tarafta var bilirsin. O siz tarafta var. O hareket. Bahalı olur ama daha çok olur. Kaç para? Gelirsen 100'lar kişi başı. 100'lar kişi başı. Oo çok pahalı. Biz 60 liraya bağladık söyleti. Çok olduğu yer. Sokak. Hala hardan gidiyoruz? Oradan. Hemen şu yoldan. Ben dediğimden köyde çıkışından başlayayım. Bak orada Gürcü rakısı var. Biz hiç burada şey yemediyiz abi. Gel. Ha, Gel gel. Gel şu gözümüze. birazdan soyu alacak. Abi ben dün doları 2.3'e aldım. Bugün 2.7 yazırlar. 2.7. Ha, dünən 200 idi. Yoxsa 2.7. Ha, dünən də 2.7 idi. Harda aldın? Dünən də elə idi. Yadıma düşdü, dünən də elə idi. 73 idi də bir an amma. Ona görə 2 yazdım.
Suyu götür. Alın. Bu neyin binası da? Abi burası neresi? Sol taraf. Ama Gürcü değil. Aşk olsun sana, aşk şöyle bize. Üniversite? Yok, Justitia. Justitia. Her şey enstitü. Benim üniversite yok ya. Belə bir layihədən Azərbaycanda yoxdur. Avropada var, Rusiya. Bugün ise köprünün bu biri tarafında olan Tiflis ile tanış edirəm sizi. Arak çayır. Sizi çayın bu biri tarafında olan Tiflis ile tanış edirəm. Arak küçələrdir, maraqlıdır. Biraz içəri şəhərlikdə var. Hello guys, welcome to this coffee extension of Rhine Georgia. Welcome Georgian tradition. Burada da Türkiye'deki kimi bizim kətdəki xalçalardan da baxın qızlar. Şərab evi. Səbuhi. Gəl buraya girək baxaq da. Böyle mağaza. Yetti lari. Onun şeyden alınıq, otomdan alınıq. Mənim şeydə var. Ay ama bu ne qəşəngdir. Neçədir bu? 7 lari. Yəni smart sayılır bu. Bunlar əsl hədiyyəliyim də sən. Pus bahadır. 250 lari.
qızartmışam. Niyə qızartmamışam? Səbu, Nərmin deyirəm. Belə yayılır. Geçen yerde ama Hə. bağlamaya takıyorum. Çok geçen yerde. Geçen yerde bakar mıyım? Cəbdən bura girəyə görə burada nə var? Bura isə Gürcüstanda marketdir. Supermarket. Görək bura aydın var. Hə? Neynirəm ya səndə? Yoldaşım da hər şeydən narahat olur. Çubuqlar niyə satırlar görsən? Çubuqlar görsən niyə satılır? Samarita bizə verilənlər. Olmayacak. Olmayacak. Soyuq buz kimi, dadsız. Burada hazır yeməklər də var. Al, qızdır, ye. Buradakı mağazaya girdim və yeməklər, geyimlərdə elə bilirəm ki, biraz yuxarıdır. Amma ki, onu deyə bilərəm ki, burada mağazada ən uyğun olana sifət eləmirlər. Bizim mağazaya girirsən, baxıb çıxanda adama sifət edirlər, amma burada elə deyil. Burada küçələrdə belə maraqlı şəkillər çəkirlər. Bura Azadlıq meydanı. Biz burada aşağı addımlayırıq. Social katılıyor ya. Nə? Da. Nino heykəli yoxdur. Bu məşhur saatdır. Gəldik çıxdıq axı bura. Skuterlə Allahım sana geliyorum. Ya düşürt məni özün sür. Dayan, düşürt məni. Düşürt. Bu o deyil. Skuterlə istəyirdik ki, keçək bu Burada körpüdən. elə ayrı. Camaat keçir burada. Amma müəllim keçənmədi. Görürsünüz də çinliləri. Qulaqlarında naushnik ancaq deyirlər. Bilmirik də nə danışırlar. Dünyanın hər yerində bir Çinli mütləq vardır. Это буквально свежая новость. Deməli, hamısı bir yerdə onlarımız var. Görək bu bazardan nə ala bildik. Onun özünü itirib. Yazıq.
10 liraya bunu alabildim kızlar. İngilizcemin son noktaya çattığı bir yerden hepinizi selamlıyorum. Allah'ım ne zulmüymüş bu faizlerle danışmak. Keyif değil bizde. En azından derdi anlatabiliyorsun. Burada